Revmatik xəstəliklər və naməlum mənşəli qızdırma arasında əhəmiyyətli bir klinik əlaqə var. Çünki bir sıra revmatik xəstəliklər özünü uzun müddət davam edən qızdırma ilə büruzə verir. Naməlum mənşəli hərarət 3 həftədən çox davam edən və aparılan ambulator və stasionar müayinələrə baxmayaraq heç bir səbəbi aşkar edilə bilməyən patoloji bir haldır. Bu patoloji hal əsasən 3 xəstəlik qrupunda olur: infeksion, onkoloji və bizə əsas çox maraqlandıran revmatik xəstəliklər qrupunda. Özündə başqa heç bir spesifik revmatik simptom hiss etməyən xəstələr müxtəlif ixtisas həkimlərə müraciət edir və bununla da həm diaqnostika, həm müalicə gecikərək xəstəliyin ağırlaşmasına səbəb olur. Beləliklə, əgər bir xəstədə 3 həftədən çox davam edən qızdırma varsa, qanın ümumi analizində iltihab mediatorları normadan artıqdırsa və ən əsası başqa heç bir patologiya aşkar edilmirsə, o zaman revmatik xəstəliklər mütləq nəzərə alınmalıdır.